Salam dostlar, Mister Hər Şey Şünasın birinci bölümündə xoş gördük sizi. Bugün qarşılaşdığım bir problemi və onun həll yolunu sizlə bölüşəcəm. Getdik. Her şey şuna. Demək məsələ nə idi? Mənim kompüterimin həm C diski, həm D diski tam doludur və içindəki materiallar da heç bir yerə köçürə bilmirəm. Desək ki, digital bir ortama köçürmək bu da mənə görə o qədər güvənilir deyil və yaxud da əlçatan olmur bəzi anlarda. Ona görə əsas problemin çözüm qaydalarından biri kompüterə əlavə SSD qoymaqdır ki, bu da bir qədər maddiyyat tələb edən bir şeydir. Yenə də əlçatan olmur deyərdim. Başqa bir üsulsa daşınabilir SSD almaqdır ki, hazırda müasir dövrümüzdə daşınabilir SSD-lər tezliklə yayılır, çox yayılır. Digər bir çözüm isə özünüzün daşınabilir SSD hazırlamağıdır. Bu necə baş verir? Əgər əlinizin altında köhnə bir kompüter, laptop varsa, notebook varsa, onun SSD-sini içindən çıxarıb, hansı ki onsuz da köhnə kompüterləri SSD-ləri yavaşladır. Amma onun içindəki SSD-ni çıxardıb, SSD qutusuna daxil edib, öz yanınızda gəzdirə biləcəyiniz bir sürətli flash kart deyərdim mən buna ki, həm 1 TB və üstü, hətta daha yuxarı tutma malik olur, həm də daha sürətli olur ki, bu artıq flash kart versiyasından çıxır. Mənim əlimdə onsuz da içində SSD olan 1 TB-lıq SSD olan bir SSD qutusu var. İçi də doludur. Amma gördüyünüz kimi bu USB 2 sürətindədir və 1 TB-lıq bir SSD üçün bu çox aşağıdır. Ən azı 3 sürətində olmalıdır ki, bizim materiallarımız kifayət qədər sürətlə kompüterə və yaxud da digər data sistemlərinə köçürülə bilsin. Əlimdəkini göstərim. Bunu mənə dostum verib. Onun laptopu köhnəlmişdi, deyəsən istifadə eləmirdi və içindən çıxan SSD-ni özü SSD qutusuna daxil eləyib və üstündə gəzdirə biləcəyi 1 TB tutumlu bir flash kart deyək buna. SSD qutusu hazırlayıb. Amma mən bunun həm qutusunu dəyişəcəm, çünki bu köhnə qutudur və sürəti zəifdir. Həm də dəyişdikcə siz də yeni bir qutuya əlavə eləyəndə məsələni aşağı-yuxarı anlamış olacaqsınız və bunun da ev şəraitində özünüzün belə eləyə biləcəyini görəcəksiniz ki, heç bir ustaya və yaxud da kompüter mütəxəssisinin yanına getməyə ehtiyac yoxdur. Getdik. Her şey şuna. Bu qutu köhnə SSD qutusu olduğuna görə vintlədir. Ona görə məcbur bunun vintlərini açmalıyıq. Elə isə getdik. Vintləri açaq. Köhnə olduğuna görə vintləri açırıq. Və dediyim kimi yeni nəsil SSD qutularında artıq vintləri yığışdırıblar ki, bu da mənə görə daha bir üstünlükdür. Əlavə vaxt itkisi olmur. Sürətli halda içindən SSD-ni çıxardı və yaxud daxil edə bilirsiniz, dəyişə bilirsiniz. SSD qutumuzun vintlərini açdıq. İndi içindən əvvəlcədən yerləşdirilmiş SSD-ni götürürük. Amma dediyim kimi siz bu SSD-ni belə qutudan yox, təbii ki, hər hansı bir laptopun içindən götürə bilərsiniz və yaxud özünüz yeni bir SSD alıb da əlavə edə bilərsiniz ki, bu da məncə büdcə dostu olacaq. Əlimdəki orijinal Lenovo markalı kompüterin SSD-sidir. Üstündəki SSD qutunun ötürücüsüdür ki, digər SSD qutumuzda da bundan olacaq. Böyük ehtimal onu ora bərkidəcəyik. Ehmallıca bunu çıxardırıq. Üst qapağı. Aha. Səhv eləmirəmsə heç bir zədə vermədən çıxartdıq. İndi əlimdə olan Verbatim markasının bir SSD qutusu var. Bu yenilərdəndir. Orta segment saymaq olar bunu. Təbii ki, bundan daha yaxşıları və daha aşağıları da var. Baxsaz, büdcə olaraq daha sərfələrini də əldə edə bilərsiniz. Təxminən qiyməti 15 manatdan deyərdim 50 manata qədər, yəni normal keyfiyyətdə tapmaq mümkündür. Amma baxır hansı mağazadan. Vaxt itirmədən də bunu da açaq. Görək bizi burada nə qarşılayır. Aha. Burada bir kabel var. Bir tərəfi USB, digər tərəfi isə adını dəqiq bilmirəm bu kabelin. Bəlkə də USB-B kabelidir. Dəqiq bilmirəm, amma xüsusi olaraq bu SSD qutusu üçün hazırlanmış bir kabeldir ki, bu kabeli siz çox çətinliklə zədələsiz başqa bir yerdən taparsınız. Ona görə məsləhətim bu kabeli itirməmək və zədələməməkdir ki,
materiallarınızı vaxtında ötürə bilərsiniz. Her seksiyona Və gəldi əsas məsələyə. Bu isə SSD qutusudur. Bundan bəhs edirdim ki, əlimdə köhnə versiyası var idi, amma sürəti çox zəif idi. Yəni 1 terabaytlıq bir SSD üçün 2.0 sürətində USB bağlantısı olan bir SSD işə yaramayacaq. Və bu SSD dediyim kimi orta segmentdir, sürəti də 3.1 ya 2 olmalıdır ki, bununla hardasa bir sürəti digər SSD qutusuna nəzərən ən azı 10 dəfə yüksəldə biləcəyik. Və belə bir əlavə ediblər. Yaxından göstərim. Bu nə üçündür? Ənənəvi olaraq biz bilirik ki, həmişə kabellərimizi itiririk. Kabellərimizi itirməmək üçün belə bir əlavə ediblər ki, harda olduğunu axtarmayaq, qutusunun üstündə olsun. İndi isə vaxt itirmədən keçək, SSD qutusuna SSD-ni daxil eləyək və sonra işlədək. Dediyim kimi, yeni nəsil SSD qutularında artıq vintlər yığışdırılıb. Demək olar yox, heç bir vint yoxdur üstündə. Yəqin ki, bunu datmaq lazımdır. Mən də istifadə eləməmişəm. Baxaq görək necə istifadə olunur. Aha, belə çəkirik. Burada bir süngər var, qoruyucu süngər. Hər halda içindəki SSD-ni silkələmələrdən, zərbələrdən qoruyur ki, çip otursun içinə. İndi isə SSD-ni götürürük. Orada məndən əvvəl bu istifadə olunub. Ümidvaram ki, xüsusi heç bir zədəsi yoxdur ki, baxdığımızda hər şey qaydasında görsənir. Və içində gördüyünüz kimi portlar var. Biri biraz böyük portdur, digəri ondan kiçik. Və bu portlara sinxron olaraq biz SSD-ni yerləşdirəcəyik. Gördüyünüz kimi bu portların yeridir. Kiçiyə, böyüyə daxil edirik. Bəli, oturdu. Tam yerinə keçdi və qutusu da məncə keyfiyyətli də olduqca. Bəli, gördüyünüz kimi yerləşdirdiyimiz portlar da burada artıq öz həllini tapıb. Qapağını taxırıq. Bu qaydada bərkitirik. Heç bir vintin olmaması işimizi daha da asanlaşdırır ki, artıq vint açana ehtiyac qalmadı. Və bunu da atırıq zibil qabına. İndi yoxlayaq görək SSD qutusu işləyə vəziyyətdədirmi? İçindəki SSD bizi yarı yolda qoyacaq, yoxsa yox? İnşallah qoymaz. Aha. Və voila. SSD işləyə vəziyyətdədir. Artıq kompüterimdə 1 terabaytlıq yer boşalda bilərəm. Niyə? Çünki bu SSD-ni işlətmədiyim materialları bu SSD-yə yerləşdirəcəm ki, lazım olarsa arxivdən götürüm, sonra kompüterə yükləyərəm və yaxud da elə birbaşa buradaykən də müəyyən əməliyyatları eləmək mümkündür. Sizə də buradan göstərim. Gördüyünüz kimi məndə həm C diski, həm D diski tam dolu vəziyyətdə idi hardasa və artıq 1 terabaytlıq boş yerim var. Bu qədər. Videomu bəyəndinizsə, özünüz bilirsiniz nə etmək lazımdır. Hələlik hər şey şunasın növbəti bölümündə görüşərik.